Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNICEF və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə biz Mənim Səsim, Mənim Hüquqlarım adlı konfransa toplaşmışıq və konfransda Uşaq Səfirlər Məclisi, uşaq fəallar, Respublikanın 76 regionundan olmaqla 94 uşaq onlayn qaydada qoşulub, iştirak edir və hal-hazırda uşaqların idarəçiliyi ilə konfrans davam edir və hesab edirəm ki, bu tədbir hər zaman olduğu kimi bu dəfə də uşaq siyasəti, uşaq hüquqlarının qorunması istiqamətində Azərbaycanda görülən işlərə bir nəzər salmaq, perspektivdə duran vəzifələri müzakirə etmək üçün çox gözəl bir fürsətdir və nəzərə alsaq ki, bugünkü konfransı əsasən uşaqlar idarə edir və onlar bu sahədə görülmüş işləri dəyərləndirəcək, problemləri səsləndirəcək və qarşıdakı özlərinin nəzərdə tutduqları 5-ci Ümumrespublika forumuna hazırlıqla bağlı fikir mübadiləsi aparacaqlar və diqqətinizi çatdırmaq istəyirəm ki, bugün 5-ci forumun startı verilir və iyul ayından başlayaraq regionlara səfərlər başlayacaq və seçim turu keçiriləcəkdir. Noyabr ayında isə 5-ci forumun keçirilməsi nəzərdə tutulur.